Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əmmə bə'd. Qəlblərin islahı hədisləri dərslərimizə davam edirik. Bugünkü 9-cu dərsimiz qəlblərin təmizliyi, təmizlənməsi haqqında. Taharatul qulub. Və Ayşə radiyallahu anhə rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə dua edərdi. Allahumma inni a'udhu bika min fitnetin nar və azabin nar. Allahım, odun fitnəsindən, od fitnəsindən, yəni cəhənnəm fitnəsindən və əzabından, odun əzabından sənə sığınıram. Və fitnetil qabr, qəbir fitnəsindən və azabil qabr və qəbir əzabından sənə sığınıram. Yəni bir var cəhənnəmin fitnəsi, cəhənnəmin əzabı və həmçinin qəbrin fitnəsi, qəbrin əzabı. Qəbrin fitnəsi, cəhənnəmin fitnəsi, yəni mələklərin sorğu-sualı, o mələklərlə bağlı olan məsələlərdir. Yəni, insanın qəbrində o sorğu-sual olunması, bu da fitnədir. İmtihan mənası verir, fitnə mənası verir. Həmçinin də odun əzabı var və həmçinin qəbrin əzabı var. Allah Resulü sallallahu aleyhi və səlləm Allaha sığınardı bunlardan. Və azabil qabr və şərri fitnətil ğinə və şərri fitnətil fəqr. Və zənginliyin fitnəsindən, şərindən sənə sığınıram və fəqirliyin, kasıblığın fitnəsindən, şərindən sənə sığınıram. Çünki insanın zənginliyi də fitnədir, yəni imtihandır onun üçün və həmçinin insanın kasıbçılığı da insan üçün imtihandır. Allahumma inni a'udhu bika min şərri fitnətil məsihid deccal. Allahım, sənə Məsih Dəccəlin şərindən, fitnəsindən sığınıram. Və ən böyük fitnədir. Yəni, yer üzündə ikinci bunun kimi, Məsih Dəccəlin fitnəsi kimi fitnə yoxdur. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, elə bir peyğəmbər gəlməyib ki, Məsih Dəccəlin fitnəsindən ümmətini çəkindirməsin. Təhzir, yəni onları xəbərdar etməsin. Elə bir işlər görəcək ki, insanın ağlına sığmayan, yəni adətə uyğun gəlməyən işlər. Və insanlar fitnəyə düşəcək. Və harada olursa qaçın deyir. Yəni, o fitnənin yanında çox az adam tab gətirər. Allahumma xsil qalbi bima'i səlci vəl bərad. Allah Resulü sallallahu aleyhi ve sellem həmçinin deyir ki, belə dua edərdi. Allahım, qar, soyuq su ilə və soyuq su ilə qəlbimi təmizlə. Və nəqqi qalbi minəl xatayaya. Və xətalarımdan, günahlarımdan qəlbimi təmizlə. Kəmə nəqqeytə thəvbəl əbyada minət-dənis. Necə ki, sən ağ paltarı çirkdən təmizləyirsən. Fikir verin, burada ağ paltarın üzərində bir qara ləkə olanda insan rahat olmur. Ləkə düşüb, hamı o ləkəyə baxır. İnsan özü narahat olur. Və o ləkənin təmizlənməsinin yollarını axtarır ki, mən necə təmizləyim tez bazarlığını, yəni ki, tez bir zamanda ki, bu ləkə görsənməsin. Və ağ ləkəyə bənzədir bu qəlbi. Qəlbə ləkə düşür. Allah Resulü sallallahu aleyhi ve sellem o qəlbin təmizlənməsini Allahdan istəyir. Təmizlə qəlbimi nə ilə? Su ilə. Normalda paltar isti su ilə yaxşı təmizlənir, yoxsa soyuq su ilə? İsti su ilə daha yaxşı təmizlənir. Allah Resulü sallallahu aleyhi ve sellem deyir, soyuq su ilə, soyuqla, qarla təmizlə. Nəyə görə? Çünki günahların bir hərarəti var, istiliyi var. Onları soyutmaq lazımdır. Və bə'id beyni və beynə xatayaya. Və mənimlə bir günahlarım arasında uzaq bir məsafə ver. Yəni, uzaqlaşdır məni günahlarımdan. Kəmə bə'iddə beynəl məşriqi vəl məğrib. Necə ki, o məsafəni necə istəyir? Yəni, məşriqlə məğrib, məğriblə məşriq arası olan məsafə qədər günahlarımdan məni uzaqlaşdır. Ən uzaq məsafədir. Ondan uzaq məsafə yoxdur. Məşriqlə məğrib arası ən uzaq məsafədir. Allahumma inni a'udhu bika minəl kəsəl. Allahım, tənbəllikdən deyir sənə sığınıram. Vəl mə'thəm və günaha batmaqdan, günaha düşməkdən sənə sığınıram. Vəl məğram və həmçinin borc sıxıntısına düşməkdən sənə sığınıram. Yəni, bu kəlmənin mənası məğram, insanın haram yolla borca düşməsi də ola bilər və həmçinin elə bir borca düşməsi ki, onu qaytara bilmir. Çətinlik, aciz də onun qaytarmasında. O borçdan da Allah Resulü sallallahu aleyhi ve sellem Allaha sığınır. Digər bir hədis. İndi bu hədislərin inşallah şərhi geniş gələcək. İnşallah. Və digər bir hədisdə, aleykümselam,
Abdullah ibn Əbi Əvfə radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dua edərək belə deyərdi: Allahümmə tahhirni bis-səlci vəl-bərad vəl-mə'il bərid. Allahım məni təmizlə qarla, soyuqla və soyuq su ilə. Allahümmə tahhir qalbi minəl xatayaya kəmə tahhərtə səvbəl əbyədə minəd-dəniz. Allahım qəlbimi ağ paltarı çirkinlikdən təmizlədiyin kimi təmizlə. Və bə'id beyni və beynə zunubi. Və mənimlə günahlarım arasında uzaq bir məsafə ver, uzaqlaşdır məni günahlarımdan. Kəmə bə'iddə beynəl məşriq və məğrib. Necə ki, məşriq və məğrib olan məsafə. Yəni, bu məsafə qədər günahlarımdan məni uzaqlaşdır. Bu hədisi də Müslim rivayət edib. Bundan öncəki hədis muttəfəqun aleyh. Həm Buxari, həm Müslim rivayət etmişdir. Digər bir hədisdə Əbu Hüreyrə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm təkbir gətirəndə namaza sakit durardı bir. Yəni təkbiri gətirir, bir müddət sükut olardı. Yəni Fatihəni oxumaqdan öncə. Və dedim ki, ya Resulallah, anam atam sənə fəda olsun. Səni görürəm, namazda səni görürəm, yəni o susqunluq olan bir halda, təkbirdən sonra sanki nəsə oxuyursan. Nə deyirsən, nə oxuyursan? Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, mən deyirəm ki, yəni bu duanı oxuyuram deyir. Yəni, Allahümmə bə'id beyni və beynə xatayaya kəmə bə'iddə beynəl məşriq vəl-məğrib. Allahümmə nəqqini minəl xatayaya kəmə yunaqqəs-səvbul əbyadu minəd-dənəs. Allahümmə xsil minəl xatayaya bis-səlci vəl-məyi vəl-bərad. Bu duanın mənası da Allahım məni və xətalarımdan uzaqlaşdır. Necə ki, məşriq və məğrib qədər olan məsafə və qəlbimi, məni təmizlə xətalardan, günahlardan, necə ki, ağ paltarı çirkinlikdən təmizlənir və qəlbimi xətalardan, Allahümmə xsilni minəl xataya, və məni xətalardan su ilə, soyuqla, yəni soyuq su ilə və qarla təmizlə. Muttəfəqun aleyh, bu da Buxari və Müslim rivayət etmişdir bu hədisi də. Və bu hədislərin şərhində yəni, şeyx buyurur ki, bu dualar əzəmətli dualardır həqiqətən də. Fikir verin, əzəmətli dualardır, Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən varid olub və bu duaları Allah Resulü sallallahu aleyhi ve sellem namazda da edərdi, belə də edərdi. Yox, hər bir namazda, istəyir fərz namazı olsun, nafilə namazı olsun, yəni açılış duası. Cəmaatın əksəriyyətin bildiyi açılış duasını Subhanəkallahumma və bihamdik. Allah Resulü sallallahu aleyhi ve sellem bu duanın da açılış edərdi və bu daha səhihdir. Allah Resulü sallallahu aleyhi ve sellem bu dualarla açılış edərdi. Həm namazlarında bu duaları edərdi, həm adi vaxtlarda da bu duanı çoxlu edərdi. Və bu da nəyə göstərir? Yəni necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem qəlbi ilə qəlbinə necə diqqət göstərirdik. Yəni qəlbinin təmizliyinə, qəlbi təmiz qalsın, qəlbinin təmizlənməsinə. İbn-i Qeym rahiməhullah buyurur ki, deyir, Şeyxülislamdan soruşdum. Kimdə Şeyxülislam, yəni İbn Teymiyyə, onun tələbəsi olub. Deyir, bu duanın mənaları haqqında ondan sual verdim, soruşdum ki, Allahümmə tahhirni minə xatayaya bilməyi və səlci vəl-bərad. Yəni, bu necə deyir, bu günahlar necə təmiz, necə yuyulur? Soyuq su ilə, qarla, soyuqla necə yuyulur bunlar? Və bunda fayda nədir? Soyuq su. Çünki isti su daha, belə baxanda, təmizliyə daha yaxındır. Yəni, paltarın təmizlənməsində. Və deyir ki, cavabında İbn Teymiyyə buyurur ki, yəni günahlar qəlbdə bir istilik, bir hərarət verir qəlbə. Çirkinlik və qəlbi zəiflədir. Günahlar nəyə bənzədir? Günahlar bir odun kimidir. Elə bir ki, yandırılan odun, qəlbi yandırır. Və ləhədə kulləmə kəthurət xitaya iştəddət nər qalb. Ona görə günahlar nə qədər çox artarsa, o hərarət, o od, qəlbdə olan o od, günah odu şiddətlənər. Daha da çox alovlanır. Və su günahları, çirkinliyi təmizləyir, odu söndürür, xüsusən soyuq su odu söndürür və soyuq olduğu zaman bədən bir növ özünə gəlir. Yəni, bədən daha da qüvvətlənir, möhkəmlənir.
Və həmçinin Allah subhanahu wa ta'ala qullarına əmr eləyir bunu. Yəni qullarını buna çağırır ki, dua eləsinlər ki, qəlbləri təmizlənsin. Qəlblərin təmizlənməsini Allahdan istəsinlər. Qəlbləri təmiz olsun. Və Quran-ı Kərim və sünnə buna dəlalət eləyir. Allah subhanahu wa ta'ala buyurur ki, ya eyyuhəl muddessir. Ey libasına bürünmüş, qum fəənzir. Dur, qalx və xəbərdar et. Və rabbəkə fəkəbbir. Rəbbini uca tut. Və siyəbəkə fətahhir. Və paltarını, libasını, paltarını təmizlə. Burada İbn Qeym buyurur ki, cümhur müfəssirlər, təfsirçilər nə deyirlər? Deyirlər, burada savb, yəni paltar qəlb mənasında. Yəni qəlbdir bu. Qəlbini təmizlə. Yəni. Sadəcə paltar kimi işarə verib. Amma qəlbdir burada məna. Paltar sözü yəni qəlb mənasında gəlir. Təmizlənməsi nədir? Təmizlə deyir. Allah Subhanahu taala əmr eləyir ki, "Və siyabaka fatahhir." Paltarını təmizlə, qəlbini təmizlə. Əməllərini yəni islah elə. Əməllərin islahı ilə təmizlə, əxlaqla. Və digər bir ayədə Allah Subhanahu wa taala buyurur ki, "Ulaikellezina lam yuridillahu an yutahhira qulubahum lahum fid-dunya khizyun və lahum fil-axirati azabun azim." Onlar o kəslərdirlər ki, Allah onların qəlblərini təmizləmək istəmir. Onlara dünyada rəzillik var, axirətdə də şiddətli əzab var. Fikir verin ayətə. Subhanallah. Onlar o kəslərdir ki, Allah istəmir onların qəlblərini təmizləməsin. Burada ayə nəyə dəlalət eləyir? Qəlblərin təmizlənməsi də Allahın müvəffəqiyyəti ilə olur. Ona görə insan, yəni nə etməlidir müsəlman? Ən çox duaya üz vurmalıdır. Allahdan qəlbinin təmizlənməsini istəməlidir. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem etdiyi dualarda. Çünki sənin qəlbin təmizlənməsə, nə deyir Allah subhanahu taala? Dünyada rəzillik, axirətdə də şiddətli əzab var. Və buyurur ki, müəllif bu ayə nəyə dəlalət eləyir? Yəni Allahın qəlbinin təmizlənməsi Allahın istəyi ilə, Allahın müvəffəqiyyəti ilə olur. Çünki deyir axı ayədə, onlar o kəslər ki, Allah istəmədi o. İstəmir onların qəlblərini təmizləmək. Deməli, məsələ nədir? Qəlblərin təmizləməsi Allahın istəyinə bağlıdır. Allah istəməsə, qəlblərini təmizləməyəcək. Allah Subhanahu taala o batil sözlər söyləyənlərin, haqqı yalanlayanların o əməllərinə görə onların qəlblərini təmizləmək istəmədisə, bu onlara baş verməz. Və dəllətil ayə, həmçinin ayət dəlalət edir ki, alə ənə mən ləm yutahhirillahu qalbəhu fələ buddə ən yanaluhu xizyun fid-dunya vəl-azabun fil-axirə. Həmçinin bu ayə dəlalət edir ki, kimin ki Allah Subhanahu taala müvəffəq eləməyib qəlbinin təmizlənməsinə, ona dünyada rüsvayçılıq var, axirətdə də şiddətli əzab var. Qəlbinin mundarlığına görə, çirkinliyinə görə. Ona görə Allah Subhanahu wa taala deyir ki, Allah Subhanahu wa taala cənnəti, yəni çirkin qəlblə cənnətə girməyəcək insanlar, yəni haram edib onlara. Çirkin olan qəlb, mundar qəlblərlə insan cənnətə girməz. Mütləq təmizlənməlidir. Təmiz qəlblə cənnətə girəcək. Çünki ora təmizlərin diyarıdır. Gedirmi? Çünki ora pak olanlar daxil olacaq. Kimin ki də yəni belə deyək, günahları var və qəlbinin təmizlənməsinə ehtiyac var, mütləq əzab çəkərək ora gedəcək. Allah Subhanahu taala istəsə bağışlayar, o digər məsələ. Amma cənnətə girmək nədir? Mütləq qəlbin salamat olmalıdır ki, ora girəsən. Ona görə Allah Subhanahu taala onlar o kəslərdir ki, Allah onların qəlblərini təmizləmək istəmir. Onlar üçün dünyada rəzillik var, axirətdə də şiddətli əzab var. Və həmçinin dedik ki, cənnət yəni pak qəlblilər girəcək ora. Qəlbi paklanandan sonra necə ki Allah Subhanahu wa taala Quran-ı Kərimdə buyurur ki, "Tibtum fədxuluha xalidin." Xoş halınıza əbədi qalmaq üçün buraya daxil olun. Udxulu bi səbəbi tibtukum. Yəni tibtum kəlməsi xoş halınıza tayyib kəlməsindən, təmiz kəlməsindən mən belə məalca tərcümədə xoş halınıza mənasını versə də, amma tibtum gəldi, tayyib sözündən, pak. Paksız siz, yəni bu növ mənaları verdiyi üçün,
Yəni paklığımızın, qəlblərimizin paklığının səbəbi ilə bu səbəbə görə daxil olun cənnətə. Digər ayədə Allah Subhanahu wa Taala buyurur ki: "Ellezine tetevaffahumul melaiketu tayyibin yaqulun selamun aleykum udkhulul cennete bima kuntum ta'malun." O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb deyərlər: "Sizə salam olsun, etdiyiniz yaxşı əməllərə görə cənnətə daxil olun." Aleykümselam. Fikir verin, ayətə fikir verin, deyir: "Ellezine tevaffahumul melaike." O kəslər ki, artıq ölüm gəlib onlara, mələklər onların canlarını alır. Nə deyirlər onlar? Onlara mələklər canlarını alarkən və hansı halda onların canlarını alırlar? Tayyibin, pak olduqları halda. Qəlbləri pakdır. Qəlbləri pak olduqları halda mələklər canlarını alır və onlara müjdə verir. Yəni sizə salam olsun, etdiyiniz yaxşı əməllərə görə cənnətə daxil olun. Və biz istəyiriksə qəlblərimiz təmiz olsun, insan qəlbinin təmiz olmasını istəyirsə, nəyi bilməlidir? Qəlbə xəstəlik verən şeylər, qəlbə ziyan toxunduran, qəlb xəstəlikləri ilə bağlı olan məsələləri də bilməlidir. Çünki bir şeyi sən bilmirsənsə, düşmanını tanımırsansa, hücum edəcəksən, tanımırsansa, qalib gələcəksən. Belə bir söz deyilir, deyir ki, necə çəkinilsin ki, ehtiyat edilsin ki, nəydən ehtiyat olunduğunu bilmirsən. Yəni, ona görə bu xəstəlikləri də bilməlisən ki, onlardan çəkinəsən. Hansı növdə olur, necə olur, bu xəstəliklər nədir? Zəkərə həqiqətən məradəl qalb, qalə Allahu Teala anil münafiqin. Allah Subhanahu wa Taala münafiqlər haqqında Allah Taala buyurur ki, fi qulubihim maradun fazadahumullahu marada. Onların qəlblərində xəstəlik var, Allah da onların xəstəliklərini artırdı. Digər ayədə liyec'ale ma yulqi'ş-şeytanu fitneten lillezine fi qulubihim marad. Şeytanın gizli təlqini qəlbdə xəstəlik olanlar üçün bir fitnəyə çevrilsin. Deməli, qəlb xəstədirsə, qəlbin xəstəliyi nədir? Səbəbdir ki, şeytandan gələn həmin o fitnə və həmçinin xəstəlik üzərinə xəstəlik gəlməsi, bu xəstə qəlbə üz verən, belə deyək, bəlalardır. Allah Subhanahu taala digər ayədə buyurur ki, "Ya nisa'ən-nəbi lestunnə kəəhədin minən-nisə." Ey peyğəmbərin yoldaşları, siz hər hansı bir qadın kimi, digər qadınlar kimi deyilsiniz. İn ittəqaytunnə, əgər təqvalısınızsa, fələ təqda'nə bil qavl. Yəni sözlərinizi nazlana, yəni danışmayın. Fəyətmə'əl-ləzi fi qalbihi marad. O zaman qəlbində xəstəlik olan kəs tamaha düşər. Deməli, qəlblərdə xəstəliklər var. Nədir o xəstəliklər? Hansı növdədir? Və xəstəliyin növlərini zikr edəcəyik. Elə xəstəlik var, şək xəstəliyi. Necə ki, münafiqlər. Fi qulubihim marad. Onların qəlbində xəstəlik var. Nə idi o münafiqlərin xəstəliyi? Şək, şübhə xəstəliyi. Buradakı ayədə nədir xəstəlik? Qəlbində xəstəlik olan deyir, tamaha düşər. Zina xəstəliyi, şəhvət xəstəliyi. Ona görə xəstəlikdən xəstəlik fərqlidir. Şək var, şübhə var, həmçinin şəhvət və digər xəstəliklər. Qəlbin müalicəsi üçün də həmçinin səbəblər var. Ən böyük səbəblərdən biri də müəllifin buyurduğu kimi, yəni Quran-ı Kərim, Allah Subhanahu wa Taala buyurur ki, "Ya eyyuhan-nasu qad ca'atkum maw'izatun min rabbikum və şifaa'un lima fi's-sudur və hudan və rahmeten lil-mu'minin." Ey insanlar, sizə Rəbbinizdən möizə gəldi və qəlblərdə olanlara şəfa, Quran-ı Kərim yəni. Və hidayət və möminlərə rəhmət. Yəni Quran-ı Kərim şifadır qəlblərə, hidayətdir, doğru yol göstəricidir və həmçinin rəhmətdir. Möminlər üçün rəhmətdir. Yaxşı, qəlblərdə olanlara şəfa, bunu necə başa düşək? Yəni hansı növ şəfadır? Hansı xəstəliyə şəfadır bu?
cahillik, yəni Quran-Kərim həm cahillik xəstəliyinə şəfadır, azğınlıq, çünki cahillik də xəstəlikdir. Elə deyilmi? Allah Resulü sallallahu aleyhi ve sellem cahilliyi xəstəliyi adlandırır. İndi o hadisdə gələcək. Yəni Quran-Kərim oxuyan tədəbbürlə nədir? O cahillik xəstəliyini müalicə edir özündə, elmləndikcə. Və həmçinin azğınlıq, çünki Quran-Kərimdə haqq yol göstərəndir. Quran-Kərim haqq yolu göstərir. Və Allah Teala buyurur ki, وَالنَّجْمِ إِذَا هَوَى yəni, and olsun batmaqda olan ulduza مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى yəni, sizin yoldaşınız, yəni, dostunuz nə azmış, nə də sapmışdır. مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى Aleyküm selam. Allah Subhanahu wa Ta'ala öz rəsulunu azğınlıqdan və yoldan sapmaqdan yəni təmizə çıxarır. Yəni elə deyil. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm öz səhabələrini, rəşidi xəlifələri onların haqq üzərində olmasını bildirərək deyir ki, aleykum bi sünnəti, mənim sünnəmdən, yolumdan tutunun və sünnətil xulefəir raşidin el-mehdiyyin min ba'di və həmçinin rəşidi xəlifələrimin, xulefəir raşidin. Ruş nə deməkdir? Azğınlığın əksi. Azğınlığın əksi. İnsan yəni yolunu azır. Ruş nədir? Ruş doğru yol. Doğru yolda olan, hidayət üzərində olan, məndən sonra gələn rəşidi xəlifələrimin yoluna gedir. Yəni onlar azmaqdan və həmçinin batildən uzaq idilər. Və qal rahimehullah və izə urifə hada fəl-qalbu muhtac. Deyir, qəlb nəyə ehtiyacı var? Onu gətirir. Deyir, ilə mə yəhfəz aleyhi quvvətəhu. Yəni, qəlbin qüvvətini, gücünü qoruyan şeyə ehtiyac var. Nədir o? İman və itayət. İman, itayət. Və həmçinin onu ziyana salan şeylərdən, qəlbi əziyyət verən şeylərdən insan qəlbini qorumalıdır. O da nədir? Asiliklər, günahlar və müxalif şeylər. Və həmçinin üzə çıxan hər bir qəlbə, yəni ziyan verən şeylərdən insan qəlbini qorumalıdır. Tövbəyə yönələrək, nasuh tövbə, tövbəyə yönəlməlidir, istiğfara yönəlməlidir. Və həmçinin qəlb xəstəliyi elə bir şeydir ki, insanın qəlbi xəstədirsə, haqqı düzgün tapa bilmir. Yəni, haqqı batil görür, batili haqq görür. Ayırt eləyə bilmir. Haqla batili adam ayırt eləyə bilmir. Yəni, bu da onun qəlbin xəstəliyinin fəsadlarındandır. Ona görə xəstəliklərə, qəlb xəstəliklərə şək də deyil. Şək də qəlb xəstəliklərindəndir. İnsan şəkdədir, bu da xəstəlikdir. Və şübhə, fi qulubihim mərad, bayaq ki, ayəni oxuyanda onların qəlblərində xəstəlik vardır. Mücahid, rahimehullah və Qatada, tabinlərdən olan təfsirçilərdir. Onlar nə deyir? Bu şəkdir. Bu xəstəlik şəkdir. Yəni, xəstəliyin növü şəkdir burada. Və hərdən deyir, xəstəlik deyildikdə Quran-ı Kərimdə gələn xəstəliklər, qəlb xəstəlikləri nədir? Şəhvət xəstəliyidir. Necə ki, digər, bundan öncə oxuduğum ayədə Allah Teala Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələrinə xitab edərkən deyir, qəlbində xəstəlik olan tamaha düşər. Yəni, şəhvət xəstəliyidir. Burada deyir, sihhət, yəni qəlbin sağlam qalması üçün ona fayda verən şeylərlə qorunar. Yəni, onun misli olan, özünə misli olan, yəni imanla, itaətlə qorunar. Xəstəliklər nə ilə düzələr? Ona əks olan şeylərlə. Əks olan bir xəstəlikdir. Xəstəliyə əks olan şey nədir? Onunla bərabər olan şey xəstəliklə gedib müalicə eləmirsən. Ona əks olan şeylə, imanla yenə. Və deyir, qəlb xəstəlikləri iki növdür. Buyurur ki, elə qəlb xəstəliyidir ki, elə qəlb xəstəlikləri vardır ki, insan onu hiss eləmir, ağrısını hiss eləmir, acısını hiss eləmir özündə. Artıq o qədər xəstəlik var ki, o acını hiss eləmir o. Cahillik xəstəliyi kimi. Şübhə, şək, şəhvət. Yəni, o acını ağrımır, yəni ağrını hiss eləmir. Və ən şiddətlisi budur, deyir. Çünki insan hiss eləmir ağrını, o da onu aparır. Qəlbini fəsada uğradır. Yəni, sanki sərxoş edilir, bu cahilliklə sərxoşlanır, bu
günahlarla, asiliklərlə sərxoş adam hiss eləmir. Amma bataqlıqdadır. İkinci növ xəstəlik odur ki, qəlb xəstəlikləri, insan onu hiss eləyir. Qəlb xəstəliyidir ki, onu hiss eləyir. Nədir o? İnsanın qəlbinin xəstəliyi, ona üz verən qəlb xəstəliyi ki, insan onu hiss eləyir. Kədər, hüzün, qəzəb. İnsan kədərlənəndə onun acısını çəkir, hiss eləyir. Amma bu kədərdir, qəmdir, bu qəzəb və digər bunlar elə bir xəstəliklərdir ki, bunlar aradan qalxır. Yəni o kədərləndirən sənin şeyin aradan qalxması ilə qalxır. Gedir, düzəlir. Düzələn şeylərdir yəni. Səbəb aradan qalxdıqca qəlbdə də olan bu xəstəlik aradan qalxır. Və hədə kəmə ennəl qalb qad yetəəlləm bimə yetəəlləm bihil bədən. Çünki qəlb, bədən necə ağrı çəkirsə, qəlb də elə ağrı çəkir. Yəni o cür əziyyət çəkir. Amma bunun təhlükəsi, bu ikincinin təhlükəsi, birinci kimi deyil. Bu öz-özünə də gedə bilər. Qəm, kədər, gəldi xəstəlik qəlbə, qəm, kədər, sıxıntı. Əlhamdülillah, səbəb getdi, vaxt geçdikcə bu aradan qalxır. Amma birinci, onun müalicəsi hardadır? Onun müalicəsi Peyğəmbərlərin yanındadır. Peyğəmbərlərin yolundan gedənlərin yanındadır. Yəni, Quran və sünnədir onun müalicəsi. İnsan ora yönəlməyincə onun müalicəsini tapmayacaqsan. Adam da yönəlmir, çünki ağrını hiss eləmir. Elə bilir ki, elə belədir. Haqqı batıl görür, batılı haqq görür. Yönəlmir. Və beləliklə də batır gedir. Amma ikinci, sən heç ara yönəlməsən də, yəni qəm, kədər get-gedə gedəcəksən də. Hətta o müsəlmana üz verən o kədər, sıxıntı, onun günahları üçün kəffarədir. Onun əksinə ona bir növ xeyri var. Amma birincinin yox. Və həmçinin cahillik də qəlbə ziyan verən xəstəliklərdəndir. Və həmçinin elə insanlar var ki, cahilliyi aradan qaldırmaq istəyir, amma doğru üslublar seçməyirlər. Elə bilir ki, özünü alladır. Ona fayda verməyən elmlərlə o cahilliyini aradan qaldırmağa çalışır, amma bu ona fayda vermir. Və əksinə onun xəstəliyi üzərinə bir xəstəlik gətirir. Və Allah Resulü sallallahu aleyhi və səlləm dedim bayaq biraz öncə, xəstəliyi adlandırır, cahilliyi və həmçinin bu hədisdə buyurur ki, yəni o kəs ki, bilirsiniz də, hədisi məşhur hədisdir, bir insanın, sahabələrdən biri səfərdə olarkən üzərinə qüsl düşür, yəni qüsl olmalıdır, cünub olur. Sadəcə başında bir yara olduğu üçün, yəni ona olmaz əslində, soyuq su ilə çimməyə, soyuq havada. Və gəlir bunu soruşur, bu sualı verir ki, bəs məndə cünub olmuşam, belə bir haldayam, qorxuram, xəstələnəm, daha da şiddətlənə. Nə dedilər? Su varsa, bacarırsansa, yəni su varsa, qüsl olmalısın. Qüsl olur, ölür. Bu xəbər gəlir Peyğəmbər sallallahu aleyhi ve sellemə çatanda nə deyir Allah Resulü sallallahu aleyhi ve sellem? Deyir ki, qatəluhu qatələhumullah. Onlar onu öldürdü, Allah onları öldürsün. Onu onlar öldürdü, deyir. Bilmirdilərsə soruşa bilmirdilər. Bilmirdilərsə deyir, soruşa bilmirdilər. Və burada bir kəlmə deyir Allah Resulü sallallahu aleyhi ve sellem deyir. فَاِنَّمَا شِفَاءُ الْعِيِّ السُّؤَلِ. Həqiqətən də cahilliyin şəfası sualdır, soruşmaqdır. Cahilliyin şəfası xəstəlikdir deməli. Cahilliyin şəfası nədir? Sual verib soruşmaqdır deyir. Burada Allahu aləm, müəyyən Allah Resulü sallallahu aleyhi ve sellemin hədisləri var ki, anan səni itirsin misal olaraq. Bu hədislər, yəni öz zahirən bəddua kimi görsənsə də qəsd o deyil. Və o ləfslərdə işlənən, həmçinin ləfslərdə işlənən bir kəlmələrdir. Orada qəsd bəddua deyil. Amma burada Allahu aləm, burada qatəluhu qatələhumullah, qəzəblənir Allah Resulü sallallahu aleyhi ve sellem, onlara bəddua edir. Çünki onu haqq etmişdilər. Bilmirdinsə, niyə elmsiz şəkildə yəni cavab versin? Ona görə deyir, bilmirdinsə, yenə soruşun. Niyə soruşmuruz? Cahilliyin deyir, şəfası soruşmaqdır. Və ona görə bu hədisdə də cahilliyi xəstəlik adlandırır Allah Resulü sallallahu aleyhi ve sellem. Yəni buradan fayda çıxır ki, cahillik xəstəlikdir. Aleykümselam. Cahilliyin şəfası da elm əhlindən sual verib soruşmaqdır.
Və həmçinin şəkdir. Qəlbə həmçinin ziyan vuran şeylərdən şək. İnsan dinində, məsələlərdə şək eləməsidir. Və şəkkin də şəfası nədir? Yenə elm. İnsan həqiqi elmə yönəlsə, yəqin olar. Və həmçinin fikir verin, burada deyir ki, cahillik, zəlalət nədir? Doğru yoldan uzaqlaşdıran şeylərdir. Cahillik, zəlalət bu şeylər. Hidayətdən, elmdən uzaqlaşdıran insan nədir? Cahilliyə, zəlalətə düşər. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, فَمَنْ يُرِدِ اللّٰهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ Allah kimə hidayət vermək istəsə, onun köksünü İslama yönəldir, İslama açar. وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ Kimi ki də Allah Subhanahu taala deyir, kimi ki də azdırmaq istəsə, yəni onun köksünü sanki o göyə çıxmış kimi, göyə qalxmış kimi, yəni dar edər və sıxıntılı edər. والمقصود أن أمراض القلوب ما يزول بالأدوية الطبيعية ومنها ما لا يزول إلا بأدوية الشرعية والإيمانية. Və burada yəni bir məsələni də qeyd edir ki, qəlb xəstəlikləri eləsi var ki, təbii şəkildə aradan qalxan və yaxud dediyim kimi təbii şəkildə öz-özündə də aradan qalxa bilər və həmçinin elə bir xəstəliklər də deyir var ki, onlar mütləq şərii imanla, şəriətin dəvası ilə, yəni müalicəsi ilə aradan qalxar. وَالْقَلْبُ لَهُ حَيَاةٌ وَمَوْتٌ Qəlbin həyatı var və ölümü var. Və xəstəliyi var və şəfası var. Quran-ı Kərim deyir, qəlbin müalicəsidir, şəfasıdır, ilacıdır. Quran-ı Kərim qəlbin ilacıdır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhən-nəsu qad cəətkum məv'izətun min rabbikum Ey insanlar, sizə Rəbbinizdən möcüzə gəldi. Və şifəun limə fis-sudur və qəlblərdə olana şəfa. Yəni Quran-ı Kərimi Allah Teala nə adlandırır? Qəlblərdə olan üçün şəfa. Və nunəzzilu minəl-Qur'ani mə huvə şifəun və rəhmətun lil-mu'minin. Biz bu Qur'anda möminlərə şəfa və rəhmət nazil etdik. Deməli, Quran-ı Kərim möminlər üçün Allah Teala buyurur, şəfadır, qəlblərə və rəhmətdir. Və Quran kimi ikinci bir kitab yoxdur bu xəstəlikləri müalicə etmək üçün. Quran kimi ikinci bir kitab yoxdur. Sadəcə tədəbbürlə oxumaq lazım. Tədəbbür edərkən səndə olan o şək aradan qalxsın. Həmçinin yeri gəl təfsirə yönəlirsən ki, o ayətləri başa düşmək üçün. Anladıqca insanın imanı daha da artır. İnsanın qəlbində xəstəliklər aradan qalxır. Yaxşı, şəhvət xəstəlikləri. Həmçinin Quran-ı Kərimdə şəhvət xəstəliklərinə də şəfa var. Necə? Quran-ı Kərimdə möizələr var. Allah Taala'nın möizələri tərğib, tərhib, yəni rəğbətləndirmə, cənnətə rəğbət, cəhənnəmlə həmçinin qorxutma var. Bu kimi şeylər insan oxuduqca şəhvətlərdən uzaqlaşmağa vasitədir. Dünyada zahidlik, dünyanın halını Allah Taala bəlli eləyir, Quran-ı Kərimdə bildirir. Dünya nədir, axirət nədir? Axirətə rəğbətləndirən ayətləri oxuduqca insan nədir? O şəhvət xəstəliklərindən şəfa tapır. Buna görə bütövlüklə Quran-ı Kərim şəfadır. Ən gözəl şəfa da Quran-ı Kərimdir. Və bu dərsdən çıxartdığımız faydalar nə oldu? Dedik ki, qəlblərə xəstəlik üz vurur. Və qəlblərin təmizlənməyinə, şəfasına ehtiyac var. Düzdür. Çünki qəlblər təmiz olmazsa, xəstə olarsa, çirkin qəlb, mundar qəlb nədir? Cənnətə girməyəcək. Cənnətə ancaq pak qəlblə girə biləcəksən. Və kimin ki Allah Subhanahu taala qəlbini təmizləmək istəmirsə, onun üçün dünyada rüsvayçılıq var, axirətdə də şiddətli əzab var. Allah Taala buyurur. Onlar o kəslərdir ki, Allah onların qəlblərini təmizləmək istəmir. Onlara dünyada rəzillik var, axirətdə də şiddətli əzab var. Deməli, elə olmayaq deyənə Allahdan istəməliyik ki, Allah Subhanahu wa Taala bizim qəlblərimizi təmizləsin. Çünki Allah Subhanahu wa Taala istəməsə,
qəlblər təmizlənməyəcək. Və Allah Resulü sallallahu aleyhi və səlləm ən çox etdiyi dualardan idi. Qəlblərin islahını istəyirdi, qəlbinin islahını, günahlardan təmizliyini və Peyğəmbər sallallahu aleyhi və səlləm açılış duası namazda etdiyi duaları oxuduq, hansı duaları edərdi. Və həmçinin o dualarda faydalar var. Allah Resulü sallallahu aleyhi və səlləm etdiyi dualarda. Faydalardan biri nədir? Allah Resulü sallallahu aleyhi və səlləm qəlbini təmizləməsini istəyərdi Allahdan. Su ilə, qarla, soyuqla, düzdür? Sonra nədir? وَبَاعِدْ بَيْنِ وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعِدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ. Yəni mənimlə günahım arasında elə bir məsafə olsun ki, istəyir. Məşriqlə məğrib qədər olan məsafə. Ən yüksək məsafə. Bu da nəyə faydadır? Buradan nə fayda çıxır? Günahdan uzaq durmalısan. Günah olan yerlərdən uzaqlaşmalısan. Günah olan şeylərdən məsafə götürməlisən, aralaşmalısan. Çünki insan günahı görəndə, günahın içində ola-ola, günahdan çəkinmək çətindir. Günahın içində ola-ola, günah olan məskəndə ola-ola, səbəbi artıq etmisən, özünü salmısan o yerə, sonra da deyirsən ki, mən necə çəkinim? Düşəcəksən o günah. Günah olan məclislər, haram olan məclislərdə otura-otura, Allahdan səni uzaqlaşdıran şəxslərlə otura-otura, sən necə Allaha yönələcəksən, necə o xəstəliklərdən özünü qurtaracaqsan? Ona görə səbəblər, bu bizə nəyə göstərir? Səbəblərdən tutunmaq. Və ən əsası da duanı çoxaltmaq. Qəlblərimizin islahı üçün olan duaları çoxaltmaq və Allah subhanahu wa ta'ala Allahdan istəyirəm ki, Allah subhanahu wa ta'ala qəlblərimizi təmizləsin və bizə müvəffəq eləsin ki, pak, təmiz qəlblə cənnətinə daxil olaq. Və subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk. Amin.